bunu özümə borc bilib deyirəm. Biz vətənimizi, millətimizi, torpağımızı sevən bir insanım və Aqil müəllimin də verilişində olmağımın səbəbi birincisi budur ki, hər zaman vətəninə, millətinə, dövlət başçısına sadiq bir insandır. O yüzden də mən Aqil müəllimi seçmişəm. Hər zaman da burada olacağam. Yəni ümumiyyətlə mən canlı efirlərə çıxıramsa, o insanlar Elnur Şükürov başda olmaqla dəyərli millətinə, dövlətinə sədaqətli insanlardır. Bu bir mənalı olsun. Hər kəs istəyirəm bunu bir mənalı başa düşsün ki, yəni məsələni siyasiləşdirmək lazım deyil buna görə. Buyurun, demək sizə sual verirəm. Yenə də sual. Bax, ilk olaraq siz mülkiyyət hüququnuz tapdalanıb. Əvvəlcə onunla bağlı danışın, sonra sizə kimlər dəstək verdi, bu barədə danışacağıq. Mən ümumi deyim, o öndərimiz, Allah rəhmət eləsin, Heydər Əliyevin sözləri ilə başlamaq istəyirəm. Və bir daha da sübut edirəm ki, biz dövlətimizə bağlı bir insanıq. Millət üçün hər bir... Baxın. Hansı yollar olur olsun? Şuşada, Qarabağda bütün işgal olmuş torpaqlar azad olunacaq. Azərbaycan xalqının iradəsiyle azad olunacaq. O musiqi iləndir. Bəli. Musiqi iləndir. Eşidilmişsiniz? Yox, sadəcə YouTube qazanır. Mən demək istəyirəm ki, yəni YouTube götürmədi, səsi götürdü. Bax, mən üzr istəyirəm. Yəni biz sübut elədik, Cənab Ali Başkomandanın rəhbərliyi altında ulu öndərimizin bizə əmr elədiyi, bizə verdiyi tapşırığı layiqincə yerinə yetirdik. O yüzden dəfələrlə deyirəm, mən öz adımdan, öz haqq davamdayam. Binəqədi rayon icra hakimiyyəti, xüsusən birinci müavini Hacı Baba Babayev mənim haqqıma, mənim hüquqlarımı tapdalayıb, bilərəkdən tapdalayıb, görərəkdən tapdalayıb. Hansı ki, bizim ulu öndərimiz bizə dəyər verir. Ama bütün peşelerden halk için, millet için, her bir vatandaş için, devlet için en vacip, en değerli peşe milleti, halkı, torpağı korumak peşesidir. Yani her bir peşedir. Bax, biz həmən hərbi peşə. Değerli dostlar, bax, rəhmətli Heydər Əliyev də ölkənin Ali Başkomandanı Prezident İlham Əliyev də dəfələrlə ordu haqqında yüksək fikirlər səsləndirib, hərbçilərə, döyüşənlərə, əlbəttə başda şəhid ailələri olmaqla, yəni çox yüksək fikirlər səsləndirib. Amma fikirlər səsləndirib, mən buradan etiraf edirəm ki, Cənab Ali Başkomandan düşünürəm ki, bəzi məmurlar sizin dediklərinizə məhəl qoymur. Niyə qoymur? Bax, indi sual verirəm, cavab verir ki, hörmətli yoldaş polkovnik leytenant, sizin mülkiyyət hüququnuz niyə tapdalandı? Bax, bu barədə danışın. Bax, mən bunun hələ də cavabını tapa bilmirəm. Hələ də mən bunun cavabını ala bilmirəm. Mən bir neçə telekanallarda da oldum. Həmişə Binəqədi rayon icra hakimiyyəti bir şeydən, yəni bunlar bilirsiniz nədir? Yəni biz bunu demişik, səhv də olsa bu budur, düz də olsa bu budur. Qardaş elə deyil. Siz səhv eləmişsiniz, elə bildiniz ki, mən də, yəni siz çox üzr istəyirəm, oradan mikrofonu yandırın, söndürün, oradan soldan yandır, söndür. Hörmətli rejissorumuz düzəldi mi səs? Səs gəlir. Buyurun, gəlir, siz danışın. Səhv eləmişsiniz, mən baş plan, gələnə deyir 2040-cı ilin baş planı. Qardaş, mən baş planı açıqladım da, siz də gəlin baş planı açıqlayın ki, deyin ki, Alışov Bəhruz səhv deyir.
Siz baş planı deyirsiniz, mən dərhal onun açıqlamasını verirəm ki, baş planın mənə aidiyyəti yoxdur. Lap tutaq ki, deyim ki, var. Var aidiyyəti. Siz deyən olsun. Sizin ixtiyarınız varmı? Konstitusiyanın 29-cu maddəsi ilə mənim çıxarışım var. Siz onu sökəsiniz. Varmı ixtiyarınız? Bax, bu suala cavab verin, xahiş edirəm. Mən orada qanunsuz əgər hasar çəkmişəmsə, halbuki dediyim kimi 2 metr 20 santa qədər mən heç kimdən icazə almalı deyiləm. Mənə qurumu çıxarış verib, sizə qurbanım, çıxarış. O çıxarış əsasında mən hasar çəkdim, siz hasarı vurdunuz, söktünüz. Onunla ürəyi soymadısa, yenə də təzədən mən necə ki tikintimin üstünü bağladım, darvazanı qoydum. Gəldiniz, ürəyiz dözmədi, onu da vurub dağıtdınız ki, yəni ki, biz dediyimiz olmalıdır. Qanun yox, qanun bizik deyirsiniz. Mən bunun sübutlarını elədim. Siz niyə mənim tiklimi sökmüsünüz? Əgər qanunsuz hesab edirdinizsə, çünki mənim mülkiyyət toxunulmazlığım var. Gedərdiniz, fövqəladanı çağırardınız, necə ki, çirkin əməllərinizə qatmışsınız, şəhər salmanı çağırardınız. Deyərdiniz ki, bunu tikintisini saxlayın. Bir qırmızı da lent çəkərdiniz, cərimələyərdiniz mən ora toxunsaydım. Çünki bunu siz eləyə bilmədiniz. Tikintini saxlama qaydaları var. Qonşunun həyətinə girərəmsə, hündürlüyü keçərəmsə, dövlət əhəmiyyətli, qaz, neft, nə bilim, belə bir şeylər keçdiyi halda gəlib tikinti saxlanılmalıdır. Siz baxdınız, dəfələrlə adam göndərdiniz, peykdən, oradan, buradan, az qala kosmosdan da baxasınız ki, biz tikintini necə saxlayaq? Biz saxlaya bilmədiniz. Son çarə gəldiniz qanunu pozmağa. Özdə bir dəfə yox, dəfələrlə, 3 dəfə artıq söküldü. Biz bunu məhkəməyə də vermişik. Məhkəmə 2 ildir gedir. Niyə? Mən axırda o el dilində desək, bıçaq sümüyə dirəndi deyə mən gəldim, ictimailəşdirdim məsələni ki, mənim gözəl xalqım, dəyərli xalqım, millətim var olsun. Ki, mənim millətimin köməkliyi ilə bu məsələni ictimailəşdirək, Cənab Ali Baş Komandana məsələ çatsın və buna hüquqi bir qiymət verilməsi üçün göstəriş verilsin aidiyyəti qurumlara. Mən prokurorluq orqanlarına da bunu demişəm. Elə bir qurum olmasın ki, mən bunu deməyim. Amma mənim davam Binəqədi rayon icra başçısı və Binəqədi rayon icra başçısının xüsusilə birinci mavini. Yəni, birinci mavin yəqin ki, Hacı Baba Babayev məsələni elə bir tərzdə məruz eləyir ki, yəqin ki, elə məruz eləyir ki, mən orada qanunsuz, mən heç kimi üzr istəyirəm, saymıram, mən yekəxanayam, nə bilim, necə eləyibsə, yəqin birinci mavin başçı eləyər, başda bəlkə də aidiyyəti üzrə bir pillə yuxarıya məruz eləyər. Təbii ki, o da tabi olduğu yerdir deyə müdafiə eləyəcək Binəqədi rayon icra hakimiyyətini. Mən də ortalıqda qalasıdırım, mən istirahətdən danışmıram. Mənim xidməti vəzifələrimə maneçilik törədir. Məhkəməyə get, prokurorluğa get, bəs nə qədər mən gedib gələcəm? Buna bir son qoyulsun. Yoldaş polkovnik leytenant, bax, Binəqədi icra hakimiyyəti sizcə nəyə arxayındır? Bu qədər siz savaş açıbsınız, bütün sosial şəbəkələr yazır, paylaşır, dəstək verən hər bir kəsə təşəkkür edirəm. Əziz dostlar, siz də çox xahiş edirəm, zabitimizə dəstək olun, bəyənin, paylaşın, ötürün bir-birinizə, hər kəs paylaşsın bunu. Bir zabitin müdafiəsi üçün əlimizdən gələni əsirgənmək dostlar. Hamımız paylaşalım, dəstək verənlər də sağ olsun. Mən sual verirəm, görək yoldaş polkovnik leytenant hansı qənaətdədir ki, bax, Binəqədi icra hakimiyyəti nəyə arxayındır, kim arxayındır? Sən bu boyda yükün altına gir, qorxma ki, bu boyda ordu camiyyəsi izləyir, bu boyda insanlar izləyir. Sən dövlətə bu qədər cəmiyyətdə nifrət toxumu səpəsən. Sən zabitin evin başına uçur. Müharibə veteranı, aprel əməliyyatı qəhrəmanlarındandır. Bax, bu suala istərdim cavab verəsiniz. Bax, Naqir müəllim, mən
öz adımdan danışıram. Mən istəmərəm heç bir zaman təmsil elədiyim quruma zərrə qədər bir söz gəlsin. Birincisi, mən şərait belə yaratmaram. Hətta bu qanun pozuntusu olsa belə ki, qanunu poza-poza, göz görə-görə hər kəsi yenə də bu yolun yarısından qayıtmaq da xeyirdir. Qayıtsın dala, bunu da belə eləmir Binəqədi rayon icra hakimiyyəti. Yəni bunun arxayınçılığı, bəziləri kommentləri yəqin siz də oxuyursunuz. Deyirlər ki, bununla hər kəsin xəbəri var, hər kəs bunu bilir, amma buna eləmirlər. Amma mən buna inanmıram. Çünki mən qanunun aliliyinə inanıram. Mən qanunlarla böyüdüm, mən dövlət tərbiyəsi aldım. Mən ancaq nizamnamələrlə, mən başqa bir şey görmürəm. Mən inanmıram kimsə bunu pozsun. İndi Binəqədi rayon icra hakimiyyəti bəlkə özündən bir pillə yuxarıya, necə deyərlər, Zeynən Nəğdədə, bəlkə Nağdəliyevə arxayın olurlar. Vallahi mən bilmirəm. Çünki mən Zeynən Nağdəliyevin mavinin, şəxsən özü ilə görüşməmişəm, mən yalan danışa bilmərəm. Mavindən görüşdüm. Bəli, mavinindən Əliyev. Bilmirəm. Yox, mən indi yadıma salır deyəcəm. Natiq Əliyevlə. Natiq Əliyevlə mən şəxsən görüşdüm. Dəfələrlə görüşdüm. Hətta dedim, Natiq müəllim, bax burada mənim dediniz, tərəfi saxlayıb, açıq-aşkar Natiq Əliyev Binəqədi rayon icra hakimiyyətinin tərəfini saxlayır. Bəlkə normaldır, normal deyil, bilmirəm. Bəlkə də arxada nəyisə deyir ki, siz düz eləməmisiniz. Amma mənim yanımda deyir ki, Binəqədi rayon icra başçısı, siz bəs bu zabitin, yəni hasar çəkmişdim axı, mən hasar. Bəli. Hasar da çəkmək üçün vallahi icazə lazım deyil. Mən sonda Natiq Əliyevə bir sual verdim. Hörmətli Natiq müəllim, siz təriflədiniz icra başçısını. Mənim hasarım niyə söküldü? Natiq Əliyevin mənə cavabı olur ki, deyir, hər kəs 2 metrə hündürlüyündə deyir, hasar çəksə, dənizin mənzərəsi itər. Bu nə deməkdir? Bəs Natiq Əliyev, dənizə cəmaət baxa bilmir, heç gözlə qoymursunuz baxmağa. Bu nə cavabdır? Zeynal Nağdəliyevin müavini Natiq Əliyev. Kuratiyada Hörmətli Zeynal müəllim, Binəqədi kuratiyasında müavininizdən soruşun ki, bu zabitə, bu nə cavab? Zabit olmaz, vətəndaşdır. Sadəcə olaraq zabit müharibə veteranıdır, Müdafiə Nazirliyi işçisidir, çox həssas mövzudur, həssas təbəqədir. Ona görə bunu mən tez-tez qabardıram ki, hələ də aidiyyat orqanlar məsələnin nə qədər ciddi olduğunu bilmirlər. Və mən burada müraciət edirəm, hörmətli Zeynal müəllim, tapşırın müavininizə, maraqlansın. Əgər polkovnik, leytenant Bəhruz Alışov günahkardırsa, mən cəzamı çəkməyə hazıram. Hər zaman. Biz günahdan qorxmuruq. Günahkarsınız, cəzalanırsınız. Da yaxşı, bu necə siz milyonların qabağında deyirsiniz ki, qatıq qaradır? Bu olmaz axı, Natiq Əliyev. Olmaz axı. Və mən prezident aparatının işçisi olmaq o demək deyil ki, sən ürəyin istəyən kimi hərəkət eləyəsən. Və mən bunu heç vaxt demirdim, Aqil müəllim, üzr istəyirəm. Mən heç bir zaman demirdim, mən hərbiçi, mən belə biz dövlətin qulluqçuları cənab Ali Baş Komandandır deyir ki, bütün məmurları, hərbiçilər onsuz da elə bizim nizamnaməmiz onu göstərir ki, bizim vəzifəmiz odur ki, dövlətimi qoruyacam, millətimi qoruyacam. Bu mənim vəzifə borcumdur. Amma digərlərinin də vəzifə borcudur və mən bütün çıxışlarımı cənab Ali Baş Komandanın çıxışlarına istinad edirəm. Bunu bizə... Sizsiniz və sizin simanızda bütün bizim qəhrəman döyüşçülərimizdir. Və deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağım. Mənə arxalana bilərsiniz. Gələcək həyatda da daim mənim nəzarətim altında olacaq bizim qəhrəman döyüşçülərimiz. Baxın, mən bunu deyirəm. Baxın, cənab prezidentin çıxışını gördünüz. Cənab Ali Baş Komandan deyir ki, mən sizlə olacağım da həmişə. Amma cənab Ali Baş Komandan qoymurlar heç sizlə bağlı insanlar fikirlərin deyəndə belə o fikirləri boğurlar, o səsi boğurlar. Mən